Herkese salam arkadaşlar. Bugün mənim üçün çox özəl bir gündür. Deməli uşaqlar, neçə vaxtdır ürəyimdə gəzən bir şey var. Bəlkə izləyicilərin çox əslində buna fikir verib, yenə də bilməyənlər üçün deyim. Hətta izləyicilər deyəndən sonra mən də fikir vermişəm. Uşaqlar, xüsusilə Rabiə ilə Məryəm özlərini mənə çox oxşatmağa çalışırlar. Yəni mən nə edirəmsə onu eləyirlər, mən nə taxıramsa onu taxmağa çalışırlar, mən nə geyinirəmsə eyni rəng tonlarında mənlə birlikdə kombinləməyə çalışırlar. Uzun müddət idi ki, mən misal üçün vacib yerlərə gedəndə qızıl falan taxanda görürdüm ki, qaçırdılar, öz qızıl sırğalarını taxırdılar. Amma onların sırğaları ipli olduğu üçün, nazik olduğu üçün bir müddətdən sonra qırıldı. İstər-istəməz uşaq hiperaktiv olur, qaçır, əylənir, tullanır, sırğa qırıldı. Vəbşim. İndi son zamanlarda mən hər sırğamı taxanda gedirlər, indi prostoy sırğa taxırlar ki, mənlə ayaqlaşsınlar. O da onların qulağına düşmür. Yəni biraz çirk eləyir. Yəni görürəm ki, qızartı zat əmələ gəlir. Mən də bir müddətdir birlikdə qırağa pul atdıq və Şəhriyarla qərar verdik ki, uşaqlara bir sürpriz eləyək, amma bilməsinlər. Onları indi aparacağıq bazara, məktəbdən gələndən sonra. Deyəcəyik ki, bəs bazarda atanın işi var. Ata işini həll eləyənə kimi gəlin biz sırğalara baxaq, görək hansı qəşəngdir. Nəyi bəyənsələr, biz gedəndən sonra Şəhriyar onların dalıcı o sırğanı alıb gətirəcək. Və evdə onlara sürpriz eləyəcək. Çox həyəcanlıyım və niyəsə duyğusalam. Niyə duyğusal olduğumu bilmirəm. Sürpriz zamanı sizlər üçün kameranı açacağım. Amma hara getdiyimizi, necə seçimlər elədiyimizə baxmaq üçün YouTube'da Ofeliya Aliyeva yazaraq ətraflı bu videoya baxa bilərsiniz. Bu TikTok izləyicilər üçün qısa fraqmentdir. Ta-ta-tam! Uşaqlar, hədiyyələrimiz buradadır. Uşaqlar da içərdədirlər, gözləyirlər. Sadəcə əvvəlcədən sizə nə aldığımızı, nə seçdiyimizi göstərmək istədim. İlk paket. Məryəmlə Rabiə sırğasını eyni aldıq. Onlar çox şeydə əkiz gedirlər onsuz. Belə bir Tiffany'nin üstündə yazılan ürəkli. Daha sonra bu da Rabiənin. Buz kraliçası da bilirsiniz, mənim qızım mavi karıbka ondadır. Və son olaraq əsnad. Əsnada biraz xırda aldıq. Çünki əsnad bilirsiniz də mini boydu. Uzun sırğa ona getməyəcəkdi. Öz boyuna uyğun sırğa aldıq. İndi sürpriz eləmək. Uşaqlar, bu arada Rabiə ilə Məryəmin sepləri, qızıl sepləri, hansı ki ad günündə mən hədiyyə vermişdim analarının saç telləri içində olan klondan sep. O sep nazik olduğu üçün onlara təzə bir dənə sep aldım. Belə, baxın. Bir saniyə. Belə sep aldıq. Bir də klonların üstündəki bu kruçokları qızıl düzəltdirdik. Mən bu epoksidən düzəldilir də bu. Bunu düzəltdirəndə prostoy. Epoksinin içində nədir onu dedin, bilməyən. Epoksinin içindəki anasının saç telidir, bayaq dedim. Burasının kruçokunu qızıl elətdirdik. Seplərini də qalınlaşdırdıq, dəyişdirdik, qalın aldıq. Əsnad qırdığı üçün tez-tez əsnadınkini mən saxlamışam. Biraz böyüsün, o da taxacaq. Amma indi bu belə bir şeydir ki, içsə tapılmayacaq da. Bir də bundan düzəltdirmək mümkün deyil. O saç tellərinin hamısı bu sepin içindədir. Bunu da kruçokunu qızıl elətdirdik. İndi bunlar da sürpriz eləyəcəyik ondan bir yerdə. Getdik. Duz dedi. Bax, heç kəs baxmır? Yox. Mənə çox istəyən baxmaz. Tamam. Baxmayın ha hələ. Rabiə verəcəm, saxla, amma açma gözünü. Toxunma. Qorxma. Toxunma. Ay. Aça bilərsiz. Hədiyyə almışam, amma çox özel bir şeydir. Açır mı? Aç. Açır mı? Baktığımız kızılar değil.
qulaqlar. İstədim öz ürəyinizcə olsun. Ona görə məcbur sizi aparıb seçdirməliyəm. Seplərini də görsən. Bu arada Məryəm Rabiyə annemizin setlərini qalınlaşdırmışam. Bu da sizə təhvil verib Rabişin. Elə boynuna keçirdə bilərsən. Day bu düşməyəcək Məryəm, rahat taxa bilərsən. Bu da sənin. Aşkım, heyecandan əlim ilişdi. Əlim əsir heyecandan taxa bilmirəm. Bax, Bunu geçək. da tak. Gəl. Abla. Rabiş, sən də göstər. Burada okur. Bunu takmayın, yaxşı. Baxın. Sən də sağ ol aşkım. Çox sağ ol hər şeyə görə. İndi onların anası da sevinir, onların belə sevincini görür. Biraz duygularından Sən sağ ol. Həqiqətən çox qəşəng yaraşdı. Xeyirli olsun can sağlığı ilə. Çox sağ ol. İnşallah növbədə sepləri oldu, sırğaları oldu, qaldı qolbaqları. Mənim qızlarıma nə yaşı bu? Çox yaraşır. Göründü. Çox yaraşır. Həqiqətən seçim çox. Məryəm, bir də dinəndən olar dediyin sözü. Şimdi alanında kalanı parıldayla üstüne beri kalmadı. Nə güzgün qabağından çəkilmisin? Seviniyor musunuz kızlar?